Nigar xanım, bəs burada ödəniş məsələsi necədir? Kimlər, ödəniş məsələsinə də toxunaq, çox sağ olun. Deməli, bilirsiniz ki, bütün abituriyentlər, əgər onlar ali məktəbə qəbul üçün müraciətləri ilk müraciətdirsə, deməli, onlar bu ödənişdən azaddırlar. Daha doğrusu, bu ödənişi onların əvəzinə, belə deyək, dövlət büdcəsindən ödəniləcək. Bu cari il məzunlarına aiddir. Üzr istəyirəm, ilk dəfə müraciət edənlərə. Təbii ki, bütün cari ilin məzunları bunlar ilk dəfə müraciət edirlər. Ona görə də onlar üçün hal-hazırki qeydiyyatda ödənişsiz olacaq. Yox, əgər abituriyentlər misal üçün keçən ilin məzunudur və bir dəfə artıq bu şansını istifadə edibsə, bəli, bir dəfə müraciət edib ali məktəbə qəbul üçün, o bu ödənişsiz qəbul imtahanında iştirak eləmək şansını istifadə edibdir. Onlar üçün bu proses ödənişli olacaq. Və onu da qeyd edeyim ki, əgər abituriyentlər misal üçün hələ özlərini hazır hiss eləmirlərsə qəbul imtahanında iştirak eləməyə və onlar iki şansdan istifadə eləmək istəmirlər. Onlar bu imtahanda qeydiyyatdan keçməyərək birbaşa ikinci yəni icazə verilir ki, elə bir kimsə ikinci cəhd imtahanına qatılmaq istəyirsə? Bəli, indi iştirak eləmirlər, birbaşa yay imtahanında iştirak edirlər. Amma təbii ki, bu imtahan, yəni iki imtahanda iştirak eləsələr, onlar özləri seçirlər, təbii ki, daha yüksək nəticəni. Ona görə də iki imtahanda iştirak eləmək yəqin ki, daha məqsədə müvafiqdir. Həm abituriyentin o imtahanın texnoloji prosesinə, texnoloji prosedurlarına alışmaq baxımından, həm də ki, ümumiyyətlə, öz biliyini sınamaq baxımından, yəni hər iki imtahanda iştirak eləmək daha məqsədə müvafiqdir. Psixoloji olaraq da o daha rahat hiss eləyir də özünü. Bəli, psixoloji imtahan şəraitinə alışmaq məsələsi, həm də ki, baxın, elə psixoloqlar da bu barədə deyirlər. Əgər abituriyent daxil olursa imtahana və o biləndə ki, onun ikinci bir şansı da var, o özünü daha rahat hiss eləyir və o biliklərini daha yaxşı nümayiş etdirə bilir. Və, misal üçün, birinci imtahanda nəticəsi var, sonra ikinci imtahana gedir. Və həmin o ikinci imtahana gedəndə belə, o biləndə ki, onun hansısa bir nəticəsi var, o daha rahat hiss eləyir. Və rahat arxayınlıq demək deyil. Bir var, rahat olursan və özünü itirmirsən, bildiklərini daha yaxşı ifadə eləyə bilirsən, bildiklərini daha yaxşı yadına düşür. Düzdür, elə uşaqlar var ki, onlar heç o imtahan stresinə məruz qalmırlar. Amma təəssüf ki, əksər hallarda, yəni heç abituriyent olmasın, bütün insanlar, imtahan şəraiti, bəli, insana istər-istəməz biraz gərginlik yaradır. Ona görə bu iki imtahan şansı o baxımdan, psixoloji cəhətdən doğrudan da çox müsbət təsir edir və biz son neçə ilin təcrübəsi, imtahan nəticələrinin analizi göstərir ki, doğrudan da bu abituriyentlərin imtahan nəticələrinə müsbət təsir edir. Yəni bu, amma yenə də məcbur deyil. Aydındır Nigar xanım. Ödənişlə bağlı, Xanlar bəy, üzr istəyirəm, deməli ödənişlə bağlı biz dedik ki, ikinci şansdan, yəni cari il məzunları indi ödənişsiz iştirak eləyə biləcəklər, birinci dəfə iştirak eləsələr, ikinci cəhd artıq onlar üçün ödənişli olacaq. Amma belə bir kateqoriya var bizdə ki, onlar istənilən halda, istəyir birinci müraciət olsun, istəyir təkrar müraciət olsun, onlar ödənişdən azaddılar. Bunlar kimlərdir? Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları. Şəhid ailəsinin üzvləri kimlər hesab olunur? Qanunvericiliyə görə şəhid olmuş şəxsin evladları, həyat yoldaşları. Amma bacı qardaşlar bu kateqoriya aid deyil. Valideynləri itirmiş və valideyn himayəsinə məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, birinci, ikinci dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşına qədər uşaqlar. Və bu haqda biz keçən görüşümüz zamanında dedik, bir də təkrar eləyək. Bununla bağlı həmin bu təsdiq edici sənədlər kağız üzərində Dövlət İmtahan Mərkəzinə təqdim olunmamalıdır. Ümumiyyətlə biz DİM olaraq, ondan əvvəlki bizim tələbə qəbul komissiyası olaraq, yəni biz onlayn qaydada sənədləşməyə, onlayn qaydada sənəd mübadiləsinə keçmiş, demək olar ki, ilk təşkilatıq Azərbaycanda, mən bunu əminliklə deyə bilərəm və ələxüsusda hazırki vaxtda bütün digər qurumlarımızın elektron bazaları var və bizim elektron bazalarımız
digər qurumların, misal üçün, bu Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına inteqrasiya olunub onlayn qaydada. Sizin bax bu kateqoriyaya aid olmağınız həmin o bazada əks olunubsa, o zaman onlayn qaydada, bəli, qeydiyyatdan keçəndə avtomatik olaraq sizin bu məlumatınız bizim bazaya daxil olur və siz ödənişdən azad olunursunuz.